Herkese Hasan dostlar, ben Uğur. Bugün sizinle birlikte demir yolumuz ile gelmişik. Gelin birlikte otaqlara bakalım. Getdik. Dostlar, indi ise ikinci mertebeye çıkalım. Dostlar, gelin birlikte maket tanka bakalım. Dostlar, kartal geliyoruz. Çok maraqlıdır dostlar. Siz de gəlin belə yerləri gəzin. Adamda oturmağa gəlin. Dostlar, bu gördüğünüz möhtəşəm qatarı Prezidentimiz İlham Əliyev Dəmir Yolu Muzeyinə hədiyyə etmişdi. Başlayın.
əvvəlcə ötürmək istəyəndə yenə hamısını aşağı eləyin, sonra qazı gələsini qaldırsın. Yaxşı. Sen bana bırak. Azərbaycanın ilk dəmir yolu xətti olan Bakı-Sadurcu-Suraxanı xətti 1880-ci ildə istifadəyə verildi və yalnız neftin nəqli üçün istifadə olundu. Dünyada ilk dəfə olaraq neftin sistem ilə əməkdaşılmasına bu xəttə başlandı. 1883-cü ildə Bakı-Yelizavetpol Gəncə İngilis magistral dəmir yolu istifadəyə verildi. Bu xətt Xəzər dənizi ilə Qara dəniz sahillərini birləşdirərək neftin Avropa bazarlarına daha sürətli çatdırılmasını təmin etdi. Və Bakı-Sumqayıt dəmir yolu xətti ilə yanaşı bir çox yeni xəttlər müasir standartlara uyğun yenidən quruldu. Bu da Azərbaycanın dəmir yolu infrastrukturunun gücləndirilməsinə və genişlənməsinə imkan yaradı. Maşinist. 1924-cü ildə Bakıda tramvay xətti istifadəyə verildi və bu, şəhər ətrafı ərazilərə elektrik dəmir yolu çəkilməsi ideyasını doğurdu.